Sephora endirimlərindən yararlanaraq almağı məsləhət gördüyüm məhsullar birinci hissə. Sephora'da il ərzində 2 dəfə endirimlər olur. Biri noyabr ayının əvvəli, biri də aprel aylarında. Bu endirimlər vaxtı demək olar ki, bütün brendlərə endirimlər eləyir Sephora və öz brendi Sephora Collection-a isə ən çox endirim o brendə olur, 30% endirim. Məsləhət görəcəyim məhsullar trenddə olan məhsullar olmaya bilər, amma əmin ola bilərsiniz ki, çox keyfiyyətlidir, verilən hər qəpiyinə dəyən məhsullardır. Videolarda hər şey qeyd olunub, mən sizin üçün screen recording elədim ki, baxasınız, həm qiymətə baxasınız və artıq nəyə nə qədər endirim olacaq özünüz hesablayasınız. Siyahının başında durur House Labs-ın tonal vasitəsi. Çox sevirəm, çox bəyənirəm. Bir neçə dəfə videolarımda qeyd eləmişəm bu haqda. Səhifəmdə baxa bilərsiniz. Düşünürəm ki, bütün dərlərə uyğundur. Matlaşdırsa da parıltı effekti olan bir məhsuldur. Çox qalıcıdır, örtücüdür. Qısacası endirimlərdə yararlanın məncə. Növbəti məhsul Sephora Collection-a aid olan konsilerdir. Bu konsileri çox bəyənirəm. Örtücüdür kifayət qədər. Nazik konsiler sayılmır və qurutmur ən əsas. Adı Best Skin Concealer gedir və mənə elə gəlir ki, öz qiymətinə görə çox yüksək bir keyfiyyətə malikdir. Hələ üstünə 30% endirim də olsa, ümumiyyətlə super olar. Növbəti məsləhət görəcəyim məhsul sevdiyim, çox sevdiyim Charlotte Tilbury'nin üz kirşanıdır. Bu kirşan haqqında nə qədər danışmışam, mən çox danışmışam. Ən çox sevdiyim məqam odur ki, üzdə Photoshop effekti yaradır. Göz altına, T-zonaya uyğundur. Yəni bu endirimdə məsləhət görürəm ki, onu da səbətinizə atasınız. Daha bir məsləhət görəcəyim məhsul Bobbi Brown'un makyaj primeridir, makyaj bazasıdır. Tərkibi vitaminlərlə doludur, üzü çox qəşəng nəmləndirir. Diqqət, bu üz baxımı məhsulu deyil. Bu üzü makyaja hazırlamaq üçün mövcud olan bir vasitədir, bir üz qulluğudur. Makyaj üzünüzdə qəşəng otursun istəyirsinizsə, Bobbi Brown kreminə baxa bilərsiniz. Bu videonun son məhsulu mənim dəhşət çox sevdiyim Laneige dodaq maskasıdır. Mən burada videoda da göstərirəm. Artıq bir neçə yeni növləri də çıxıb. Laneige bu dodaq maskasını neçə cür istəyirsiniz istifadə etmək olar. Həm dodaq maskası kimi dodağı mükəmməl yumşaldır, həm dodaq sadəcə olaraq dodaq balzamı kimi tətbiq elədiniz, çıxdınız, həm də hər hansısa bir mat dodaq boyasının üzərindən bir dodaq balzamı kimi çəkə bilərsiniz ki, biraz görüntünü yumşaltsın. Çox məsləhət görürəm. Uzun müddət gedən bir məhsuldur. Ən əsası da dəyər. Bütün pulları ona verməyə dəyər. Bu dəfə üçün məsləhətlərim bu qədər. Sephora endirimləri olmamış, artıq məhsullarınızı hazırlayın, səbətinizə atın ki, endirim başlayan kimi ondan faydalana biləsiniz. Hələlik.